Din qardaşının çox haqları var üzərimizdə. Həzrəti Peyğəmbərdən nəql olunan bir hədisdə 30-a qədər haqq qeyd olunubdur. Əmir əl-Möminin əleyhissalam nəql eləyir bu hədisi bizə ki, Allah Rəsulu buyurdu ki, müsəlman qardaşı üzərində 30 haqqı var. Və bu haqlardan qaçış yoxdur. Ya bunu yerinə yetirməlisən, ya da qardaşın sənə o haqqını keçməlidir. Yəni, qurtuluş yox, soru-sual olunacaq bu haqq barəsində. Və sonra Əmir əl-Mömin əleyhissalam o haqları sadalamağa başlayır ki, bəzilərini nəzərinizə çatdırım. Ki, buyurur ki, xətasını bağışlayacaqsan, göz yaşlarına rəhm edəcəksən, eyblərini örtəcəksən, üzrünü qəbul eləyəcəksən, nəinki qeybətini edəcəksən, qeybəti olunsa onun qarşısını alacaqsan, imkan verməyəcəksən ki, onun qeybətini etsinlər. Həmişə ona səmimi olacaqsan, nəsihət edəcəksən, xəstələndikdə baş çəkəcəksən. Dünyasını dəyişdikdə cənazəsində iştirak eləyəcəksən. Dəvət etdikdə dəvətin qəbul edəcəksən, icabət edəcəksən. Hədiyyə verdikdə hədiyyəsini qəbul edəcəksən. Sənə yaxşılıq etdikdə o yaxşılıqların müqabilində təşəkkürü bildirəcəksən. Ehtiyaclarını ödəyəcəksən. Ehtiyacları üçün şəfaətçi olasan, vasitəçi olacaqsan. Çaşqınlıqlarında yolunu azdıqda onu hidayətə tərəf yönəldəcəksən. Salam verdikdə salamını alacaqsan. Xoş və gözəl tərzdə onunla danışacaqsan. And içdikdə andını təsdiqləyəcəksən. Dostu ilə dost olacaqsan, düşməni ilə düşmən olacaqsan. Zalim də olsa ona dəstək olacaqsan, məzlum da olsa ona dəstək olacaqsan. Zalim olsa necə dəstək olacaqsan? Deyir, zalim olsa onu zülmündən çəkindirəcəksən. Məzlum olsa haqqını almaq üçün ona dəstək olacaqsan, yardım edəcəksən. Onu heç vaxt xar etməyəsən, tək buraxmayacaqsan. Özün üçün hansı xeyri sevirsənsə, onun üçün də həmin xeyri sevəcəksən. Hansı şərr işdən xoşun gəlmir özün üçün, onun üçün də o şərri məsələləri sevməyəcəksən. Yəni, özünə rəva bildiyin, onu da rəva biləcəksən. Əmir əl-Mömin əleyhissalam bunları sayır, təqribən 30-a qədər burada haqdır. Sonunda deyir ki, Peyğəmbərin belə dediyini eşitdim ki, Allah Rəsulu buyurdu ki, sizlərdən hər kim din qardaşının bu haqlarından birini tərk edərsə və qiyamətin günündə də həmin o din qardaşın gəlib haqqını istəsə, Allah sənin əleyhivə və onun leyhinə hökm edəcəkdir. Yəni, bu haqlardan qaçış yoxdur, bu haqları hər birimiz bilib onu yerinə yetirməliyik. Ümumiyyətlə, bir hüquq var, bir də əxlaqi dəyərlər var. Bəzən görürsən, cəmiyyətdə də fikir insanlar arasında bu mübahisə gedir ki, hüquq üstündür, yoxsa dəyərlər üstündür. Məsələn, qərb insanı ilə şərq insanının əsas fərqlərindən biri də budur ki, qərb insanı hüquq insanıdır. Şərq insanı daha çox dəyərlərlə yaşayan bir insandır. Biz məsələn, hər məsələdə o dəqiqə qaçıb məhkəməyə haqqımızı, hüququmuzu tələb edən insanlar deyilik. Şərq insanının təfəkküründə bu yoxdur. Qərb insanının təfəkküründə bu var. Məsələn, şərq insanında bu yoxdur ki, qonşudan səs gəlir, bu narahat oldu, getsin polisə şikayət eləsin. Amma qərb insanı bunu eləyir.